Karbüratör sökürsən. Karbürat sökək. Görək bu niyə o da gelmir. O da gedir. Prosto benzin çox verir içəri. Tüstü verir. O həmən məsələdir, hə? Fikir verirsiniz. Baxın. Təmizliydi, hə? Görsən. Karbüratör, hə? Nə gündədir, hə o? Görünümdədir. Xoş gəlmişsin, yeni gələnlər. O filtrdir, elə mi? Bu elə bir hə. O hava Baktan gələn benzin buradan keçir, hə? Gör bura nə qədər. Aleyküm salam. Toz yığılır. Benzin gelmir. Hadi toz olsa toz sorpağına işte. Məndə motor xotlanır, öz-özünə mişar fırlanır. Muftadandır o. Mufta pujini dəyişmək lazımdır. Pujin olabısın sınıb. Ha, pujini dəyiş. Qabaq reduktoru açırsan. Sadə bir şeydir. Ekranı bəyənin zəhmət olmasa. Motoru deyil neçə? Aleyküm salam, hər hansı. Motoru zığı bor. Söküb yığmaq. Necə yəni valdan, yəni val da çıxacaq. Zubor nədir? Hamısı. Zubor deyəndə portion silindir. Opşu hər bir şey. Hər şey deyir bəli. 30 manat. 30 manat. Qırmızı yağ yaxşı yağdır. Ekran zəhmət olmasa bəyənin. Ekranı bəyənin, sonra suallarınızı yazın. Yoxsa belə halalçılıq olsun inşallah. Aleyküm salam. Ekranı bəyənin, suallarınızı verin. Moderatorlar baxırlar inşallah. Bəli, 40 qram. Mənim görsənir. Halin görsənir, ha. Sən bu izi çək. Belə tutmuşam da. Ha. Aleyküm salam. Düzəltməyi, nəyin düzəltməyə baxır, düzəltməyi, o nəyi söküb yığmaq. O şey var da, hər bir detalın öz zəhmət haqqı var da. Var ofşu söküb yığasan, bir var boş silindir, porşendir və baxı yerləşdirsən, fərqi yoxdur, karbüratordur. Hər bir şeyin öz qiyməti var. Dərman düzəldənin motorunu ayıta bilərsən. Dərman sapı. Eyni şeydə sistemdir hələ. Getdi. Ural Pro necə motordur? Urallar hamısı yaxşı motorlardır. Ekranı bəyənin, sonra suallarınızı verin inşallah. Ekranı bəyənməyənlər suallar verirlər. Operatorlar baxın zəhmət olmazsa. Otbiçə motoru xotlayıram, sönür. Bəlkə Svetsonla nəsə. Svetson dəyişər ha. Svetson. Svetson dəyişmir. Salam qardaş. Biçən kimi qızır xotdan yatır. Məmməd. Kolsa vardan mı? Kolsa. Kolsa var bir dənə dəyişər ha. Biz də şey deyir ya, təxmin deyir ya. Bu motor elə bir şeydir ki, motora baxılmalıdır. Biz sadəcə versiya veririk ki, ola bilər sözü var. Yəni ola bilər. Yəni tam dəqiqliyi ilə deyilsə, demək olar əslində. Amma tam belə dəqiq yoxsa. El yardı deyil. Pro təzə çıxıb. Prosu təzə çıxıb onun, bilmirəm ki. Nə? Onun da prosu olur şey, iPhone kimi. Ural Pro təzə çıxıb, şeyin Ural Pro'da. Bilmirsən.
Ama bilmirəm. Motoru deyirsən. Bilmir, hə. Bilmirəm. Aleyküm salam. Dəyişmişəm kolsanı. Ekranı bəyənin zəhmət olmasa. 1900 bəyəni nədir? Suallar Yüzdən düşürsə, onda bir dənə babini zazığı qoysan da. Ola bilər babindən nəsə zazıq. Ola bilər. karbüratorda dəyişmişəm. Ekranı bəyənin, sual verin. Ekranı bəyənin, sual verin. Ural Pro 520 necə ot biçəndir? Otların bilirsən onları. Hə. Motorlar eyni şeylərdir. İçə Aleyküm həmən salam. şeydir. Prosto bir dənə adlarını dəyişirlər. Suallara cavab veriyor. Bunu sadəcə usta sökür, baxır görür nəyindəndir hələ. Bildin nəyindən? Deyə elə sökürsən. Bu elə bir çox tüstü verir. Həddindən artıq tüstü verir, həm də sönür. İndi bunu nəsə işlədiblər, bunu indi içib baxa görək nə var, nə yox. Zəhmət olmasa ekranı bəyənin. Nə sualınız var verin inşallah cavablayarıq. Ştil da. Ştil bahalı motordur. Ştil motordur Yaxşı, da. əla motordur. Ştil burada dün İsrağa gün atmışdı da. İsrağa gün biri gəldi. 800 manatadır, neçədir də almışam. 12 il səhv eləmirəmsə. Yəni ya 12 il dedi, ya 8 il dedi. Dedi işlədi. Klapanla da. Əladır, yəni yaxşı motordur, əla motordur. Bunlarda klapan yoxdur, amma onlarda klapan var. Ekranı bəyənin, sual verin. Moderator. 120 nəfər adam var. 3000 bəyəni var. Neyniyək? Dərman vuran aparat karbürator alt qara kreşasını dəyişdi. Usta gül kimi işlədi. Gəldim evə işləmədi. Bəli, Almaniyanın əşkil motor. Dərman səfənin karbürator başqa cür olur. Bunlar kimi olmur. Onun başqa cürdür. İndi bilmirəm. Porsche silindir yığma əmək haqqınız nə qədər olur? Porsche 10 manat. Roma. Bəyənin zəhmət olmasa. Bunu oxudum, bilmədim. Bəyənilməmişdi. İmran. Zəhmət olmasa bəyənin ki, yəni canlı da qalxsın. İnşallah. Yəni zad, jeton zad, yəni pozad istəmir. Zadəcə usta sağ olsun, bölüşür sizlərlə. Aleyküm salam. Kim takip eləməyib, takip eləsin inşallah. Eliyarda 9 dənə bəyənməsi var idi, ona da cavab verdim. Hər vaxtınız xeyir, çox sağ olun. Yeni gələnlər xoş gəlmişsiniz, bəyənin. Eşad 300 bəyənmə. Bunu qaz verəndə boğulub sönmə nədən ola bilər? Karbürator. Elə? Yox, şeydən. Hə. Boğulu sönmür bəyək, hə. Bəyəkçi bəyək, ola bilsin bəyək baxmayıb. Karbürator sökürsən burada, setka olur orada. Karbüratorun içində. O İçində tuta bilər. setka olur. Setkanı təmizləyirsən. Setka düzdür görəcəksən ki, Asif 14 bəyənim var. orada setka var. Setkanın altına iğnə ilə onu götürürsən setkanı. Setkanın altında elə bil apilka deyək də, ya toz yığılır. Hazır O olan bəyən gedə bilmir. zəhmət olmazsa. Necə? Səndən də elə. Bax hələ. Görürsünüz bu motoru o qədər qızdırıb. Kolçaba tam demək olar ki, Bəyənin suallarınızı yazın. Hə, devam et. Koza yandırıb kolça hə. tam yanıb, yanıb. Ona görə də görürsünüz bu bütün içi benzindir. Yox, bu benzini yandıra bilməz. Çünki kompres yoxdur axı. Kompres yoxdur. Ona görə də bu
korpus içeri benzin Bəyanin verib. sualı verin. Masallı rayonu. İstədi. Aleyküm salam. Hüseyin, karbürator yaramır. Boğulub sönürsə. Hemen başa düşmədim. Hacıyev, bəyən cavab verək. Mən də odun doğrayan var. Biraz işləyir, sonra sxotdanmır. O beyin. Səxavət, bir də yazarsan Səxavət. Odun doğrayandan o karbüratör. En çok karbüratörlarda problem olur da. Odun doğrayanlarda en çok karbüratörlarda problem olur. Hem bunda da hemen sistemde, bunda da hemen şeydir. Bunda da hemen şeydir. Elmir, qaz verəndə göz tüstü nədəndir? 300 bəyənməsi var. Yavaş-yavaş oxuya gəlirəm. Yəni səbirli olun. Mən başdan başlamışam. Kim bəyənir, onların suallarına cavab verirəm. Yəni bir baxıram ki, heç kimin haqqına girilməsin. Normal bəyəni olanları hamısının sualına cavab verirəm. Yəni ən aşağıdakıları mən görmürəm, birinci yazılanları. Ora qədər gələcəyəm inşallah. Başqa karbürator varsa sal yoxla. Edir. Hər vaxtın xeyir, əmmoğlu. Salamatçılıq. Qara kalçukunu dəyişdim, karbürator sınmışdı. Klişka indi nə dərə edirəm işləmir usta. Başa düşmürəm, eləyər səni. Sən direktə yazarsan inşallah. Sənə cavab verər ya Allahın izni ilə. Necədir? Salam, Ronaldo. Çibala, 40 vala, 44 portion qoymaq olar. Səbirli olun, hər kəsin mesajını oxuyacağam, narahat olmayın, amma bəyənənlərin mesajını sadəcə oxuyuram. Deyim yəni, haqq keçməsin heç kimin boynuna qoy. Hə, 40 vala, 44 portion qoymaq olur. Yox, val da 44 eləyəsən. Val da 44 eləmək lazımdır. Ha, o elə olmur da. Burada elə bir məsafəsi var da. Ona görə. Aleyküm salam. Qaz verəndə göy tüstü nədəndir? Bu yazı Elmir ikinci dəfə yazıb. 893 bəyənməsi var. Əgər çox tüstü verirsə, ola bilsin korsalardan ola bilər də. Korsalardan ola bilər, Elmir. Korsalar bir dənə üstüyə dəyişir. Salam aleyküm. Özüm dəyiş. Doğrusun bəyənməsinə baxım sonra. Hər kəsin bəyənməsinə baxmaq məcburiyyətindəyəm. Doğru, bəyənmin yoxdur. Xahiş edirəm. Yəni heç kimə haqq keçməsin. Çox xahiş edirəm sizdən. Az bəyənməsi mənim sənətim. Hara vurursan, telefon silkələr. Ayaz, bəyənmə yoxdur axı. Heç kimə haqq keçməsin. Sizdən xahiş edirəm. Bəyənin. 10 bəyənməsi olan var. Mən nə edeyim? Mən nə qarım? Bax, Hacıyevin 1K bəyənməsi var. Mən onun sualına bunu soyudan nədir? Nəyi soyudan Hacıyev? Porsiyon diri soyudan yağdır. Bir də orada içəridə ventilyator var, ha, maqnit, belə deyək də, maqnit var orada. O onu soyudur. Sueta 325 bəyən. Sueta cavab verirəm, amma bəyən inşallah. Kolsenin simlərini necə atmaq olar? Almaq olar, atmaq olar. Almaq deyirsənsə, dükan şeylərdə var. Abi, kolsenin simlərini necə atmaq olar? Çıxarırsan, atırsan. Atmaq deyirsən, çıxarırsan, atırsan. Bayaqdan bəyənəm, heç cavab vermirsiniz. Kamil Hacıyev, bəyənmişsiniz, cavab verdik. Sizin hansı sualınızda? 18 bəyənmə var axı. Düz göstərim. 18 bəyənmə var. 18 bəyənmə hansı suala cavab? Başa düşmədim. Aleyküm salam. 17 bəyəni. Allah razı olsun. 151 bəyəni. Yaxşı cavab verək. Ayqa, mən motor, mən ot bisənim boğulur, sönür 20 dəqiqə işləyəndən sonra. Elmir qa, sən cavab verdim axı deyəsən mən. Bir də yaz Elmir. Zəhmət olmasa bir də ətraflı yaz. Sən ola bilsin qısa yazmırsan. Sən başqa nəsə demişəm. Moderatorlar yoxdur burada. Modçular yoxdur. 18 bəyənmi var Kamil. Qurban sənə. Necəsən usta, sağ olun.
Hacıyevin 1500 bəyənisi var. Usta deyir ki, ot biçəni soyudan nədir? Bir tane soyudan ventilatordur. Bak daha. Buradaki olan ventilatordur. Hem de yağla benzin karıştırmışsan. Olmaz, kişi bala, olmaz. Şeyə qoymaq olmur. 44 vala, 40 vala 44 peşən getmir. Suala cavab verilib axı. Təkrar niyə yazırsınız bilmirəm mən. Yavaş-yavaş yenə deyirəm, yuxarı gedilir. 3 bəyəni olanlar sual yazır. Qurban sizə, mən nə edeyim? Sual bəyənin, sonra sual yazın. Bəyənin deyəndə 2-3 bəyəni yox da. Vüqar Miriyev 500 bəyəni sağ olun, salam yazıb. Aleyküm salam. Bu motorun poşetini deyir. Sabah heç. 0 bəyənmim var. Qurban sənə. Ot bilsən qırmızı yağ 50 qram. 380 bəyəni. Ayət cavab verilən bəyən inşallah. Ot bəyənə mən deyəsən bəyən. Ot bilsən qırmızı yağ 50 qram töküb biçmək olar, sonra problem olmaz. Yox, problem yox. Aleyküm salam. Sağ ol Ayaz hədiyyə üçün. Çox sağ ol. İndi görürəm. Mənə deyəsən üstə gəlmir belə. Hə 3 dənə gəlib burada kim satıb? Sağ olun. Allah var eləsin. Üçün də Ayaz atıb görüm. Vüqar Miriyev 500 bəyəni. Karbürator xarab olanda düzəltmək. Karbürator mümkün deyil. Karbürator xarab oldu, yox. Tutulanda, hə, tutulanda. Bəyənin, sonra cavab sualınızı verin. O setkidən asman olur, amma Eldəniz 500 bəyəni. Salam usta, karbüratoru dəyişdim, motor yenə boğulur. o Karbürator o filtri. yox, dəyişdim. Hə, Yox. filtr. Filtri bir dənə buradan çıxart. Bir dənə bunu. Bəyənin, cavab, sual verin. Sən danış, mən altdan danışıram, dələ bir. Durucba işlədiyi yerdə bu yəni bəyənməyə mən baxmadan sual verirəm. Olmaz axı. 247 bəyənmədi Niko. Bəyən inşallah mən oxuya. Hər kəsin sualına da baxılacaq. Yavaş-yavaş gəlirəm aşağı. Heç kəsə haqq girilməsin. Ona görə yəni başlayan kim yazıb onlara cavab verirəm. Durucba işlədiyi yerdə söndü. Kəndiri dartdım, boş gedir. Durucba şey motordur. Durujba nə motordur? Odun doğrayandır. Odun doğrayan motordur ya. Nədir? Fərqi yoxdur da. Bir də mənə sual versə lap aşağı düşəcək. İndi kəndiri dartdım, boş gedir. Boş gedir ayta. Motor Boş gedir, bəlkə söndü. şeydir, orada nəsə cədə ya içəridə problem var da yəni. Sökülməlidir. Şu sökülməlidir. Yəni baxılmalıdır da o. Boş gəlirsə baxılır. Boş gəlir, yəqin içində nəsə problem var da, ya nəsə sınıb. Ola bilər. Leo, bəyən cavab verirəm. Usta mənim mişar işlədəndə yağ kimisi axır. Mişar işlədəndə. Şalvar batıqdır həmişə yağdan. Şey motorudur yəqin. Yox, odun doğrayan yəqin. Mişar işlədəndə, mişar odun doğrayanı deyirlər yəqin. Hər kəsin sualına cavab verəcək. Bəyənin, sonra suallarınızı yazın. Yəni təzə gələnlər üçün deyirəm. Hamısı çıxır. Yəni aşağı gəlirlər. Mən hər kəsin mesajlarını oxumaq məcburiyyətindəyəm. Ona görə başda oxuyanlar yəqin çıxırlar. Pusqazı çəkirəm, tık-tık eləyir. Sonra fırlanır. Deyir, mən qoymuşam 40 vala şey, 44. Problem yaradar. Hətta silindirdə gərək olsun axı. Qoymusansa lap yaxşı. Motor qızandan sonra xotlanmır. Nədəndir? Karbürator. Bu şeydir, babindən də. Qızı tok zəif verir, ola bilər. Kimin normal bəyənisi var, onlara cavab verilir. O qızanda, motor qızanda xodlanmır ha. O babini təzədən açın, zazor eləyim, təzədən bağlayın. Qaş, mənim yazımını yoxmursan. Sən sualıma cavab verdim axı. Həli. Yadımdan çıxıb nə şey eləmişsən, yazmışsan. Amma sualıma da mən cavab verdim. Sən bilənməmsən. Allah sizi qorusun, sağ olun. Çünki çox adam yazır, mən yadımda saxlaya bilmirəm hər kəsi. Qaqa, bəs qaz verib əlivi qazdan götürəndə drajin eləyir. Nəydən olar? 2000 şey bəyənisi var. Elmir, çox sağ ol. Bəyənin, sonra suallarınızı yazın. Hər birinin sualına gələcəyəm. 76, 77, bu da 78, 79 gedir suallar. Valdan da ola bilər, həm də bu oxdan sakit halda drajeni verir, yəni tixidə drajeni verir, ya qaz verəndə drajeni verir. O sual bir də versə gedib haracaq. Motor təzə yığılıb, səs var. Nəyində səs var? Ay, kartal. Səs nə tər səs var? Səs bəlkə də muftasındadır, nə səs oradadır. Səxavət, nə yazmışsan? Bilmirəm axı. Mən yuxarı gedə bilmirəm. 76 dənə yazı var. Onları düşüb oxuyuram yavaş. Motor qızandan sonra xotlanmır. Nədən olar? O şey 100% babindendir də. Babini açın.
qızandan sonra bu toku zəif verir də. Qızır, tok zəif verir. Bunu açın, təzədən zazor kimi eləyin qoyun. Zazor da bilirsiniz də. Bir dənə vərəq Salam. kağızı. Salam usta, karbüratörü dəyişdim. Ata tez belə qısa cavab verir. Çox deyir sual. Salam usta, karbüratörü dəyişdim. Motor işləyir, qazı basanda boğulur. Bir dənə onun qapağını aç, qapağını aç. Sonra təzədən xodla. Ola bilsin buradakı ora hava getmir. Bəlkə ondan ola bilər. Pasosda işləyir, pasosu buraxanda sönür. Ayaz, bir də yaz Ayaz, xahiş edirəm. Pasosda işləyir, pasosu buraxandan sonra sönür. Aleyküm salam. Bəyənin, sonra suallarınızı yazın. Baxıram bir-bir hər kəsə. Usta, mən otobüsənin 5 dəqiqə işləyir, dəhşət qızır. Nədən ola? 5 dəqiqə elə niyə qızır ki? Bəlkə bir şey babinə deyir. Bəyənməz olanların sualına baxılmır. Heç kəsə haqq keçirməsin, xahiş edirəm. Pasosda. Bəlkə maqnit babinə sürtür. Ola bilər. Pasosda işləyir, pasosu buraxanda sönür. Əliyev, bəyən zəhmət olmasa cavab verirəm. Pasos niyə sönür? Karbüratör. 1500 bəyənisi var Əliyevin. Salam. Aynen. Aleyküm salam. 50, 60, 100 bəyəni olanların sualına cavab verilmir. Xahiş edirəm sizdən. Heç kəs haqq keçirməsin. 1500 bəyənəsi var, sual verir, cavab verirəm. Sən 50 dəqiqə bəyənmə verirsən, ona da cavab verim. Elmirin bir də oxu necə dəyişə bilərəm? Bir də oxu necə dəyişə bilərəm? Elminin 2000 bəyənisi var, sağ olsun. Oxu qabaq reduktoru açırsan, çıxardırsan da. Qabaq reduktor açılır, çıxardılır. Bu 1 litr neçə qram yağ qatılır? 40-50 qram. 40-50 qram bəs. Qurban, bəyən zəhmət olmasa, sualıma cavab verdim, azdır. Pasosda işləyir, pasosu baxanda sönür. Cavab verdin atona. Yox, verməmişəm. Ayaz, çox sağ ol. Sualı bu ver, sualı O ver. karbüratoru dəyişsin. Orada bula karbüratordan da o. Ola bilər yox, o karbüratordan da. Pasosdan normal elə motorlar var, onlara bir baxılmalıdır da. Görürsən biz bunu heç bilmirdik içində nə var, nə yox. Görürsən açdı, görürsüz də Porsche. Əhmədov Gülmirzə, çox sağ ol, gül atmısınız. Görmürəm mən şeyləri, sualları oxuyuram, çox şey görmürəm. Çox sağ olun, gül atanlar, dəstək olanlar, bəyənənlərə təşəkkür edirəm. Elşən Ucar, zəhmət olmasa bəyən sualıma cavab verirəm. Salam qardaş, təzə karbürator qoşdum, 2 gün işlədi, xalastoy işləyir. Ağzın ota buranda boğulur. Zəhmət olmasa cavab verin. Karbürator qoşdum, təzə karbürator. 2 gün işlədi, xalastoy işləyir, ağzın ota buranda boğulur. O bir dənə karbüratordan biraz benzinə atsın. Benzinə at. Biraz benzinə at. Bəyənin, sonra suallarınızı verin. Salam, karbüratorun düzgün işləyib işləmədiyini hardan bilərik? Zəhmət olmasa Fuad bəyən. Motoru eşitmək lazımdır. Ancaq motorun üstündə bilirsən. Onu elə belə bilmək olmur ki. Gedirsən dükandan alırsan, təzə karbüratordur, bilmirsən ki. Eləsin məsələn gətirsən qoysan heç işləmir. Yaxşı işləmir. Bəyənin, sonra suallarınızı yazın. Ayətdin, bəyən, mən də sualıma cavab verəm inşallah. Məndə də elə oldu. Təzə karbürator aldım, boğulurdu. Qaza regrovka verdim, düzəldi. Əhsən. Hələ bildim sual deyə. Pasosda işləyir, pasosu buraxır. Pasosda işləyir, buna cavab ver də. Bu ancaq elə yazır. 1900 bəyənisi var, sağ olsun Əliyə. Pasosda işləyir, pasosu buraxıb qaz verəndə sönür. Takip atmayanlar takip də atın, zəhmət olmasa. O karbüratordan da. İndi bilmirəm təzə karbürator alıblar ya təzə karbürator da qoyur, elə için olur. Karbürator. O karbürator bir dənə dəyiş gör nətər olar. Necə olacaq? Karbüratoru dəyiş. Bəyənin, sonra sualınızı verin, xahiş edirəm. Heç kəsə haqq keçirməsin. Yəni deyirəm, 1500 bəyəniyə də sualına cavab verim, 50 bəyəniyə də. Həm də motoru statoru çəkəndə heç olmasa 700-800 min olsun. Kompres olmalıdır motorda. Salam, mən 40 Yusuf, bəyən zəhmət olmasa mən də cavab verirəm. Salam, mən 40 qram yağ qatıb işə salıram. Biraz işləyəndən sonra baqa 10 qram da yağ əlavə edirəm. Ziyan yoxdur, nə olar? Ziyanı yoxdur. Elişən, hər kəsin sualına cavab verirəm. Ola bilməz sualları keçim. Yəni yavaş-yavaş gedirəm. Ona görə hər kəs çıxır, baxın. Yəni xırda-xırda cavab versəydim heç kim, yəni hamısı qalardı. 200 nəfərdən düşdük 70 nəfərə. Usta, indi motoru gerimək olar. Nə? Başa düşmədim. Salam usta, karbüratoru dəyişdim, motor yenə boğulur. Poşendən olar.
Əliyev deyildi yaxı şeyə bax. Nə karbüratora. Cavab vermədin ata. Bəyənin sonra suallarınızı yazın. Boğulma çox şeydən olar. Bəlkə Xoş kurşitel edin. tutulur. Bəlkə kuşetel tutulur. Bəlkə kurşitelin burada kurşitel yeri var. Bəlkə orada tutula bilər. Ona da bir dənə baxmaq lazımdır. Bəyənin sonra suallarınızı yazın. Zəhmət olmasa. Yəni heç sıfır bəyəni olanlar sual yazırlar. Mən neyniyim? Ustanın əziyyətinə dəyər olmalıdır yaxı qardaşlar. Sizlə havayı bölüşü. Bunları heç kim, yəni mən görməmişəm bölüşməkləri. Sağ olun, bir-birinizə cavab verirsiniz. Karbürator 45, 44 fərqi var, boğmaq ondan ola bilər. Yox, karbürator heç bir. Yox. Karbürator yoxu şeyləndir. Nəyin deyirsən? Portion silindirin 42. Ramin, bəyənərsən zəhmət olmasa, az bəyənim var idi, sənin sualıma cavab verdim. Deyir ondan olmaz. Ramin deyir ondan olmaz. User, bayaqdan yazırsan sıfır bəyənim var, qurban sənə. Bəyənin sonra suallarınızı yazın. Bəyənin sonra suallarınızı yazın. Yəni hər yazı istəmədim ki. Bəyənin suallarınızı yazın. Bəyənmək yəni pulsuzdur. Təzə alanda benzinlə vermək lazımdır. Hə. Bəli. O elə bil motor işləyə reqlovka eləyirsən də. İşləyəndə reqlovka eləyirsən. Görürsən xoşun gəlmir. Məsələn, ot biçəndə avrodu görürsən ki, xoşuma gəlmir. Benzin biraz bağla, avrodu güclü olsun. Misal bəyən sualıma cavab verirəm inşallah. Salam qardaş, verir usta. Pasoslu polunu açanda qaz verən kimi boğulub sönür. Karbürator təzədir. Bir dənə baxın bir dənə şeyinə baxsın da, rezinlə. Rezin olur burada. Ola bu hava çəkmir, burada rezin olur. Normal bəyənmə olmadı. Ya bir dənə qapağın açıq Cavab oldu, verilmir. necədir? Motor təzədir ya köhnədir? Altdan oxuya gələn bütün mesajları üstəni daha doğrusu mən altdan oxumuram. Yəni çıxanlar fərqi yoxdur yəni. O şeyləri əsas o oxuduqlarım şeyləməsinlər, çıxmasınlar yəni. 70 neçə dənə bayaqları yorum var idi, aşağıda yəni görürdüm. Heç kimə haqq keçməsin. Mən o çıxanlarla mənim işim yoxdur. Allah köməkləri olsun qalanlarında, çıxanlarında. Sağ olun. Əsas odur ki, haqq heç kimə keçməsin. Nə bizə, nə sizə. Bəyənin suallarınıza cavab verim. Yenə deyirəm. Bəyənmə olanların suallarına cavab verəcəyəm ki, həm bizə xeyirdir, həm sizə xeyirdir. Yəni qarşılıqlı. Qarşılıqlı halalçılıq. Ekrana vurun. Neçə dəfə vurun, bəyənmədir o. Mən onun ustasıyam, kimin motoru. Hələ bizdə də demək olar ki, elədir. 1 manat da deyir, vermir. Bizdə də elə bir şeydir. Kən yeridir. Bəli, bəyənmə problem deyil ki. Yəni, bir şey istəmirik, yəni. Demək olar ki. Yəni, o jetondur, jetondakı açsız. Zəhmət olmasa bəyənin sonra. Haqq kesilir. Hər kəsin boynuna haqq kesilir. Qurban sizə bəyənmədən cavab vermək olar, niyə olmur ki? Sadəcə əziyyət çəkirik. Onu sadəcə dəyərləndirir. Bəli. Ünvan Masallı. İlham sualımı verir, zəhmət olmasa cavab verim. Cavab verək inşallah. 41 bəyənmim var. 2000 bəyəniyə. 2 bəyəni. 2 tutan smailik. 2 bəyəni və suala cavab elə.
Bayaqdan çatdıra bilmirdim. Yazı yoxdur. Bildin nəyindən deyə bilməmişsən. Bu poşasında dəyişməyəmi? Ha, şeydir. Qızdırıblar bura bax. Bəyənənlər çox sağ olun. Nə gündədir? İçində. Aleyküm salam. Allah razı olsun Hüseyin. Çox sağ ol. 1 litrə 40-50 qram. Yayın düşdü. Yayın düşdü 20-yə. Bəyənmədiniz, yayın düşdü. Bəyənmə yayının qalxmağına xeyirdir. Yayın qalxır. Bəyənməni ona görə tələb edirik ki, yəni yayım qalxsın. Nə qədər çox insan, Allah sizdən də razı olsun. Nə qədər çox insanın qarşısına çıxsa, həm sizə xeyirdir, həm bizə xeyirdir. Yəni yaxşılıq olaraq ha. Burada yəni görürsüz ki, heç bir məqsəd, yəni maddiyyat güdülmür də burdan. Yəni bu hədiyyə atılır, bizə də hədiyyə atılmır yəni. Atanlar olur yəni, Allah köməklər olsun. Bəli, yağların fərqi var, qırmızı yağ. Yayın düşüb, yayını bir dənə yeniliyim mən, məhdudiyyət də gəldi. Takip atanlar açsınlar, bir dənə bağlayayım, təzədən açıram inşallah. Takip atanlar açsınlar, bağlayayım, açım.